buyurur ki, əmərəni Rəbbi, Rəbbim mənə əmr edib, bimudaratin nas, insanlarla gözəl rəftar edeyim. Kəma əmərəni bi ədail fəraiz, necə ki, bu fərzləri, vacib namazı, orucu yerinə yetirməyi mənə fərz edib, vacib edib, elə o cümlədən də insanlarla gözəl rəftar etməyi mənə buyurur. Bəs bu həmin gözəl əxlaqın sayəsində Peyğəmbər sallallahu əleyhi və alihi və səlləm 23 il ərzində Ərəbistan yarımadasını və 23 ildən sonra bütün dünyaya səs saldı və inşallah ki, Allah Taala Peyğəmbər və onun əhl-i-beyti hörmətinə hidayət olmayan insanları tezliklə haqqa hidayət etsin. Allah Taala hidayət olanları sabit qədəm etsin inşallah.